Salam dostlar, xoş gördük hər bir kəsi. Bu günləri mən sizə Turan futbol komandası ilə bağlı və xanımlardan ibarət Turan voleybol komandası ilə bağlı bir neçə xəbərləri nəzərinizə çatdırmaq istərdim. Bildiyiniz kimi Misir Premyer Liqasının 14-cü turunda Qəbələ Turan Tovuz yarımçıq dayandırılmışdır. Buna səbəb olaraq bəlli hava şəraiti, kəskin dumanın olması və yekunda meydanın görmə bucağının aşağı səviyyəyə düşməsini gətirib çıxartmışdır və hakim tərəfindən onun 24-cü dəqiqədə dayandırılmışdır. Bəli, prosedura uyğun olaraq meydanın yenidən baxış keçirilmişdir, lakin həmin gün üçün hava şəraiti oyunun davam etməsinə imkan verməmişdir. Oyun vaxtı nə vaxt olacaq, düşündürür bu bizi, hazırkeşlərimiz sual verir. Təbii ki, bunu Peşəkar Futbol Liqasının idarə heyətinin qərarı ilə biz elə həmin Peşəkar Futbol Liqasının saytında və eyni zamanda sosial mediadan izləyə biləcəyik. Amma mənim bir təxminim var. Mən elə düşünürəm ki, həmin oyun elə Qarabağ Sabah oyunu ilə eyni bir günə təsadüf olacaq. Çünki bu mənim təxminimdir, ola bilər təxminlərim mənim yanılda da bilər. Keçək xanımlardan ibarət voleybol komandamızda. Bildiyiniz kimi Turan voleybol komandası artıq turnir cədvəlində lider bir mövqedəyik və biz ən çətin olan bəlkə də oyunlarımızdan birini keçirəcəyik. Artıq xanımlarımız Tovuzdadır. Tovuz Olimpiya Mərkəzində dekabr ayının 11-də Milli Aviasiya Akademiyası qəbul edəcəyik. Heç də asan bir rəqib deyil. Düşünürəm ki, maraqlı bir oyun olacaq və biz Tovuz azarkeşləri hər zaman öz liderimizi biz də qorumalıyıq. Biz də hər zaman azarkeş kütləmizi hər dəqiqəmizdə, hər saniyəmizdə artırmalıyıq. Azarkeşliyimizdə heç vaxt geri dönmürük. Bu bizim ən böyük qüvvəmizdir. İstər futbolda, istər voleybolda. Hər birinizi dəvət edirəm. Dekabrın ayının 11-i Tovuz Olimpiya Mərkəzində Turanla Milli Aviasiya Akademiyasından gözəl bir oyun olacaq voleybol adına. Gəlin, iştirak edin orada və səhifəmizdə bu arada takip edin ki, biz də sizə yeni xəbərlər çatdıraq. Minnətdaram, təşəkkür edirəm hər bir kəsə.